Yanlışa Paşinyanın ötən həftə bir açıqlaması var idi ki, referenduma gedəcək, amma parlament seçkilərindən sonra Ermənistanda da parlament seçkiləri 2026-cı ilin yay aylarında, iyun ayında, iyul ayında keçirilməli başlayacaq. İyun ayında. İyun ayında başlayacaq. Bu onu deməyə əsas verirmi? Yəni bu seçkilər oldu, bu təbii ki bir müddət məsələsi də var. Yəni 2027-ci il ərəfəsində əgər mümkün olsa imzalanacaq bu şey. Bilirsiniz, Ermənistan referendum haqqında Ermənistan Respublikasının Konstitusiya qanununa görə Ermənistanda seçki günü referendum keçirilə bilməz. Ona görə də bu ya seçkidən əvvəl baş tutmalıdır, ya seçkidən sonra. Seçkidən əvvəlsə Ermənistan hakimiyyətinin belə bir niyyəti görünmür və daha çox seçki kampaniyasına onların diqqəti yönəlib və bütün proseslər ona hesablanmış kimi görünür. Yəqin ki, seçkidən sonra belə bir, daha dəqiq desək, parlamentin yeni tərkibinin və hökumətin formalaşmasından sonra konstitusiya dəyişikliklərin edilməsi, yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması mümkündür. Bu da 2026-cı ilin payız aylarına təsadüf edir. Ermənistan qanunvericiliyinə görə belə olan halda 50 gündən tez, 65 gündən gec olmayaraq referendum keçirilməlidir. Yəni, konstitusiya layihəsi təqdim olunduqdan sonra, məsələn, əgər sentyabrın axırı və ya oktyabr ayında Ermənistan ictimaiyyətinə konstitusiya layihəsi təqdim olunarsa, 50 gündən tez və 65 gündən gec olmayaraq bu referendum keçirilərsə, bu da hardasa noyabrın axırı və dekabr ayına gəlib çıxır. Eyni zamanda onu nəzərə alaq ki, Ermənistana qarşı bir beynəlxalq təzyiqlər də var. Yumuşaq təzyiqlər var referendumun keçirilməsi ilə bağlı. Xüsusilə də Birləşmiş Ştatlar bu məsələdə maraqlıdır. Hətta Foreign Policy jurnalı yazırdı ki, ABŞ Dövlət Departamenti istinadən yazırdı ki, Ermənistandan 2026-cı ilin sonuna qədər referendumu keçirmək və hətta ratifikasiya etmək tələb olunur. Ona görə də Ermənistan bilirsiniz ki, ondan əvvəl Nikol Paşinyan referendumun 2027-ci ildə keçiriləcəyini demişdi. 2027 belə görürük ki, 2027-ci ilə qalacağı real görünmür. Daha əgər Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 2026-cı ilin iyun ayında keçirilən seçkilərdə qalib gələrsə və konstitusiyon çoxluğu əldə edərsə, bu halda onun üçün yeni referendum təyin etmək və yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim etmək problem olmayacaq və 2026-cı ilin sonlarına biz bu referendumun və konstitusiya dəyişikliyin şahidi olacaq.